Nigar Fərhad, bu insan təxminən bir il əvvəl bizimlə sən verilişində səsləndirdiyi bu fikirlərlə cəmiyyətdə böyük rezonans yaratmışdı. Sən kimsən axı mən səndən düşmən olum? Sən kimsən də mənim düşmənim olasan? Sən nə qədər böyük davrandın? Sən hara? Mən hara? Sən nə? Mən səni burada bir saat görürəm, görmürəm. Bir dəqiqə dayan, o mikrofonu saxla. Abi iki kişisən sənə. Həmin vaxt insanlar onun sözlərinə sərt reaksiyalar vermiş, sosial mediada müxtəlif rəylər yazmışdılar. Bu rəylərdən biri artıq gerçəkləşdi. Buradan o rəyin sahibini salamlayır və təşəkkürümü bildirirəm. Burada sansa özünü göstər. Daha sonra bu xanım Kanal S-də sözün bitdiyi an verilişinin aparıcısı kimi efirə çıxmağa başladı. Bir neçə gün əvvəl isə yenə eyni verilişdə bu ifadələri işlətdi. Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Açıq deyim, bunun belə olacağını əvvəlcədən bilirdim. Çünki bu xanım çox vaxt sözlərinə fikir vermirdi. Yekəxana hərəkətləri, ego dolu çıxışları ilə diqqət çəkirdi. Mən Nigar Fərhad 6 universitet oxudum. Axırıncında Harvard. Sən Harvardın ancaq qapısının ağzından keçərsən. Salesforce desəm sızını eləyib baxacaqsan ki, Salesforce nədir ümumiyyətlə. Qulay, istirahətə get davay. Yəni bu onun ilk səhvi deyildi, amma şükür ki son səhvi oldu. Nəhayət veriliş bağlandı və o efirdən getdi. Bu videoları gördükdən sonra onun atasız qızlarla bağlı söylədiyi sözlər o qədər də şok edici gəlmir. Əsl problem belə insanları bu mövqeyə gətirənlərdədir. Anlamaq heç də çətin deyil ki, ekspert kimi müxtəlif verilişlərə qatıldı, sensasional çıxışlar etdi, insanların nifrətini qazanaraq reyting yığdı. Nəticədə tamaşaçı marağı səbəbindən ona bu imkan yaradıldı və o aparıcılıq etməyə başladı. İndi isə onun özünü müdafiə məqsədi ilə çəkmiş olduğu hekayələrə baxaq. Bugün oyandım və görürəm ki, hamı sosial şəbəkədə bölüşür ki, mən oğluma atasız qız almaram mövzusunu. Birincisi mənim oğlum yoxdur, amma inşallah nəsib olar. Amma atasız qızlar mənim zəif bir nöqtəmdir. Oradan girəndə mən nə gözümün yaşını saxlayıram, nə bir şey olmuram. Bir 48 saat mən hər şeydən qopuram və çəkilirəm bir kənara və atasız qızlar gəlsin mənim yanıma. Və mən o qızlar üçün Doğrudan da çox təsirli və gülməlidir. Əgər onun digər videolardakı yekəxana, egoist, özündən razı və insanları alçaldan hərəkətlərini görməsəydim, bəlkə də bu videolara və onun məsum olduğuna inanardım. Bu insan haqqında çox danışmaq olar, amma nə isə. Xalqın bu cür birlik göstərməsi, haqsızlıqlar qarşısında susmaması və sosial medianın gücündən istifadə etməsi məni çox sevindirir. Kaş ki, digər haqsızlıq məsələlərində və problemlərdə də bu birlik olardı və inanıram ki, gec-tez bu olacaq. Videonu bəyəndinizsə like, bəyənmədinizsə də dislike edin. Hər iki halda da izlədiyiniz və dəyər verdiyiniz üçün çox sağ olun. Mən getdim.